O bir nəfər gəldi alimə yaxınlaşdı, dedi, ustad dedi, hə, mənə bir düstur verə bilərsən, düstur, tapşırıq. Dedi, özünlə Allaha gündə 1 saat vaxt ayır. Dedi, budur, dedi, budur. Dedi, 1 saat, dedi, həm 1 saat gündə, özünlə Allaha, çəkib bir gürşəyə. Üstündən bir müddət keçdi, ustad oxudu, soruşdu, harada o filan kəs? Dedi, filan yerdə, çağırın dedi, oynayasın, gəldi. Dedi, necədir indi vəziyyətin? Ustad tələbəyə dedi. Necədir vəziyyət? Dedi, ustad demişdin, gündə 1 saat özündən Allaha vaxt ayır, indi həmən 1 saat olub 24 saat. Vəziyyətim budur. Da 24 saat özümü Allahın huzurunda hiss edirəm. Nəinki 1 saat. Dedi, hə, indi yaxşı buyur gedir. Azla başladı, çoxa getdi. O da öyle, yəni bütün gün zikr edirdi bir gürşədə. Odur ki, hər yerdə Allahın huzurunda olduğunu hiss edirdi. Mən Allahın huzurundayım. Dedi, ustad, daha 24 saat özümü elə hiss edirəm. Yatanda da elə hiss edirəm özümü. Allahın huzurundayım.